Şakir qızı nəyin nəticəsidir? Heç düşünmüsünüzmü? Niyə əsr peşəkarlar kənara itiləndə məhz belə simalar başımıza çıxarılır? Bu sadəcə təsadüf deyil. Bu bir sistem oyunudur. Gəlin etdiklərinə baxaq. Köçkünlərimizə iki eviniz var deyib onları aşağılamaq. İnsanların milli heysiyyətinə toxunmaq. Bu tənqid deyil. Bu, reyting xatirinə xalqın yarasını duzlamaqdır. Televiziyalardan qovulmağı bəs etmədi. İndi də YouTube'da nifrət yaymağa davam edir. Amma əsl günahkar təkcə o deyil. Belə obrazlar azad medianın yox, monopoliyanın məhsuludur. Sistemi elə qurdular ki, ciddi problemləri danışanlar yox, xalqı aşağılayanlar efir sahibi olsunlar. O sadəcə xalqın diqqətini əsas məsələlərdən yayındırmaq üçün istifadə olunan bir alətdir. Mühəndislikdən gəlib xalqa ağıl öyrətmək, hər kəsi təhqir etmək jurnalistika sayıla bilməz. Onun üslubu azad medianın yox, medianın boğulduğunun sübutudur. Savadın və etik süzgəcin olduğu yerdə belə səviyyəsizliyə yeri yoxdur. Bu biabırçılığa dur demək, həm də bu yanlış sistemi rədd etməkdir. Biz belə jurnalistikaya layiq deyilik. Sizcə, azad media olsaydı, o bir gün belə efirdə qala bilərdimi?